qadının kişinin qarşısında bir stəkan su qoyması. Heç bir yerdə o qədər savab görməmişəm ki, qadın getsin, nəsə eləsin, onun savabını qazansın. Onsuz da gündəlik gördüyü işdir, amma şövqlə eləsin, Allah rizası üçün. Yemək qoysun, çay qoysun qabağına. Digər tərəfdən ər arvaddan narazıdır, arvad getsin, nə qədər namaz qılır, qılsın, qəbul deyil. Hey, ibadət eləsin, gecə namazı, gündüz namazı, nə namazı qılır, qılsın. Getsin, öyrənsin o duaları filan, heç biri qəbul deyil. Fərqi yoxdur, kişiyə qadın bir-birinə zülm eləyibsə, onun əvəzində getsin məsciddə namaz qılmağa, özdə bilirsiniz şeytan neynəcək, o namaz bilirsiniz nə gözəl namaz olacaq. Evdə dava eləyib çıxıb, gedir məscidə namaz qılır. Gözünün yaşı bəlkə dayanmayacaq, hallı, gözəl namaz qılacaq. Çünki şeytan nəzərini çəkir onun üzərindən. Nəzəri var axı onda, yəni azad buraxır, get ibadət elə. Bilirək, indi vəzifəsi ibadət deyil, indi sən məsciddə neynirsən, sənin yerin evdədir, gedir